Son zamanlarda Yamani mövzusu nəyə görəsə çox dəb halını alıbdır və insanlar artıq başlayıblar Yamani əleyhissalamdan danışmağa, zuhur məsələlərindən danışmağa. Amma təəssüflər olsun ki, onlar zuhur məsələlərini yarımçıq şəkildə insanlara çatdırırlar və yaxud da ki, bunu qəsdi şəkildə eləyirlər ki, insanlar yanlış fikirlərə yönəlsinlər, yanlış tərəfə istiqamətlənsinlər. Mən istərdim ki, sizə Yamani əleyhissalam haqqında bir neçə hədisi qeyd edeyim və iradlardan biri də budur ki, niyə görə Yamani ortadadırsa, Süfyani yoxdur. Əvvəla onu qeyd edim ki, Əhl-i-Beyt əleyhissalam bizə Yamanini tanımağı, ona tərəf getməyi, onun bayrağı altında toplaşmağı buyurur və deyir ki, kim ondan üz döndərsə cəhənnəm əhlidir. Amma Süfyani barədə belə bir göstəriş yoxdur ki, biz mütləq gedib Süfyanini tapmalıyıq. Belə bir şey yoxdur. Süfyani yəni mənfi obrazdır. Gəlin görək Əhl-i-Beyt əleyhissalam hədislərində Yamani haqqında bizə nə buyurur? Uzun bir hədisdə İmam Baqir əleyhissalam buyurur: bayraqlar içərisində ən doğru yolda olan Yamaninin bayrağıdır. O, hidayət bayrağıdır. Çünki o insanları sizin sahibinizə tərəf dəvət edəcək. Yamani xuruc etdiyi zaman cəmaata və hər bir müsəlmana silah satmaq haram olacaq. Yamani xuruc etdiyi zaman ona tərəf tələs. Çünki onun bayrağı ən doğru bayraqdır. Heç bir müsəlmana ona qarşı çıxması halal deyil. Kim belə edərsə cəhənnəm əhlidir. Çünki o, insanları haqqa və doğru yola tərəf çağıracaq. Bir Yamani çıxdığı zaman ona tərəf tələsməlisən. Demək ki, Yamanini tanımaq bizim boynumuza vacibdir. Amma Süfyani barədə belə bir göstəriş yoxdur. Süfyani barədə 2 dənə də maraqlı hədis oxuyacağam və ümid eləyirəm ki, bütün məsələlərə aydınlıq gətiriləcək. Hişam İbn Salim Əbu Abdullah Cəfər İbn Muhammed əleyhissalamdan belə nəql edir. Elə ki, Süfyani 5 məntəqəni ələ keçirdi, onun üçün 9 ay sayın. Hişam iddia etdi ki, 5 məntəqə bunlardır: Dəməşq, Fələstin, İordaniya, Homs və Hələb.